Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdə. Bir daha xatırladaq. İlmiyanvar Asfar Arenda Premier Liqanın yaz mövsümü 9-cu tur. Qrup oyunları çərçivəsində son turdur. Evet, dəfədən playoff qarşılaşmalar başlayacaq. Hansı ki, Bakı və Sparta komandaları düzləşir bu qarşılaşmada. Hesab isə 1-1-də komandalar fasiləyə. 1-1-li bərabərlə yollandılar. Görə ikincisi də bizi nə gözləyir? Fasilə edilən məşvərət, söhbət ikincisi necə yansıyacaq? Əlqərəz hesabda necə öz əksini tapacaq? Fərruq Əliyev, Güvən Məmmədov, Fəridlə bir-birlərdə başa düşmədilər. Salman Cəfərov top ondadır. Fəridin rəqibini təqib edir. Salman, son müdaxilə Fəriddən. Korner. Hüseynovun zərbəsidir. Fərruq keçid yoxdur dedi. Xeyli Bayramov vaxtında qalasını tərk edir. Azər yayında bir rəqibinə. Orada Kamilin təzyiqi var. Azər Kamilin mübarizə aparır. Gərayev qaydanı pozub Mahmudova qarşı. Yerində yenitilməlidir ədalət təmsilçisi. Bunu qeyd edirdi. Elçin Zeynalov, Kamil Mahmudov, qarşısında Azər var. Kamil bir qədər ayaq saxladı. Elçinlə oynadı. Zeynalov, Azər Gərayev, Rəvanla oynadı. Cabbarov. Xatırladaq ki, görüşdə Tilsimov qırmışdı. Qapını kildən Rəvan açıb. Bərabərlik qolu isə Kamil Mahmudovun ifasında gəlib. Daha kimlərin adlarını görəcəyik bu fərqlənilər siyasında. Rəvan, orada Güvənin təzyiqi vardı. Top elə keçirməyi bacardılar. Elçin Zeynalov komanda yoldaşlarının əks həmləyə qatılmasını gözlədi. Artıq gözlədiyi müddətdə isə müdafiəçilər artıq müdafiədə öz yerlərlə tutdular. Elçin Zeynalov və daha sonra Salmanın müdaxiləsi out. Bakının Kamil Mahmudov, Elçin Zeynalov, Güvən, geri ötürmə Fərruq. Güvən top meydanda saxlamağı bacardı. Onda isə Salman qaydanı pozub. Hesab 1-1'dir. İlmiyanvar Asfar Arenada 1-1'lik bərabərlik var. Bakı 1, Spartak 1. Bir daha da qeyd edək. Ekranımızı bəyənənlər var olun. Minnətdaram. Hər birinizi ayrıqda minnətdarlam bildirirəm. Heydər qaydanı pozub. Güvənə qarşı qayda pozulub. Amma Heydər bu qərardan razı görünmür. Elçin Zeynalov. Möhtəşəm bir qolla. Heç kəsin ruhu belə incimədi. Ölçdü bitsi dəqiq zərbə. Xeyli Bayram mənim kimi seyr etməklə kifayətlənir. 2-1 oldu. Bakı comeback qoluna imza atır. 0-1-dən 2-1 etməyi bacardılar. Bakı 2, Spartak 1 görəndi. Qurbanovun yetirmələri rəqibə cavab verəcəkmi? Bakı isə fərqi 2 yüksəldir. Rahat mübarizə aparmaq istəyir Fərid. Güvənin zərbəsi keçmədi. Kamil Mahmudov gəlişinə zərbə top qapının üzərinə meydanı tərk edir. Salman. Bir aldadı cəmlər rəqibinə yayındı. Daha sonra Kamil müdaxilə edir. Out.
Xəyal Bayramov. Rebound. Heydər Garayev. Varalım ikramımızı benimle, minnettarım. Xəyal yerli ötürmə Kamil qarşıladı. Azər Garayev sıyrılmağı bacardı rəqibinə. Garayev hacını qatdəmləyər. Rüssəmov bu qədər mərkəzə çəkildi. Orada səmti dəyişmək istəyirdi. Amma düşündüyü kimi, istədiyi kimi alınmadı Fərid. Son müdaxilə hacıdan out. Bakının Fəruq Əliyev. Neçə Zeynalov. Fəruq. Bakı oyuncuları meydanın özlərinin dönəstəsində qısa ötürmələr edir. Hacı Rüssəmov. İndi Spartakın əmləsini izləyə biləcəkdir. Azər qardaşlar. Ötürmələrdə qaldı. Reval. Neyse Zeynalov. Güvən gözlətmədən ötürmə. Fəruqdan bir qapıdan digər qapıya zərbə idi bu. Qapçı bir qədər ön istiqamətdə idi. Məhz Fəruq bunu dəyərləndirmək istədi. Xəyal. Cavid Bayramov. Cavid bir Allah cəmlə. Güvənlə oynadı. Top içinə meydan tərk edir. Hacı Rüssəmov. Salman Cəfərov. Salman sol ayaqla zərbə. Fəruq yerindədir. Top meydan tərk edib artıq. Orada bir dəqiqəlik time-out. Mənə bax. Troll. Arada mənə bax. Mənə bax. Time-out. Oyunun hər hissəsində hər bir komandanın bir dəqiqəlik time-out götürmə haqqı var. Hər hissədə bir haqlara sahibdilər.
məhz Spartakın da seçimi ikinci hissənin 10-cu dəqiqəsində olur. Bir dəqiqəlik taymatdan yana. Qarşılaşmanın bitməsinə 15 dəqiqə yaxın müddət var. Bunu xatırlatmasını edək və Bakının 2-1 üstünlüyü var 20 yanvar Asfar Arenada Spartak önündə. Riyad Hənifəyev turmada səhvə yol verdi. Heydər Hacı Rüstəmov Güvən yerində bir müdaxilə, top meydan tərk etməyib, davam. Güvən Məmmədov. Güvən. Hacı Rüstəmov. Heydərli oynatıb. Gerayev. Akşinə doğru ötürmə. Fərruq Əliyev. Kamil Mahmudov. Yerlə ötürmə Güvən. Yenə Güvən. Bütün epizodlarda bir toxunuşu var. Çox hərəkətli oyuncudur. Dinamik. Mübarizə nümayiş etdirir. Akşin Qurbanlı. Məsələ İbrahim Rəhimlinin şərh bölməsində qeyd etdiyi kimi komanda bir qədər də güvən verir. Onun mübarizəsi. Kamil Mahmudov. Güvən yerlə ötürmə Əmrah. Ayaq saxladı Elçin Zeynalov. Bərabərlik. O dəyişmişdi. Standart vəziyyəti qola çevirmişdi Elçin Zeynalov. Baxımlı bir qola imza atdı. Bu epizodu isə dəyərləndirə bilmədi. Burada isə Akşin Qurbanlıya qarşı qayda pozulub. Riyad Hənifəyev Spartakın həmləsizliyi Salman. Fərruq Əliyev yerindədir. Heydər. Salman, Akşin Qurbanlı. Heydər. Top qapının üzərində meydanı tərk edir. Fərruq Əliyev. Elçin Zeynalov. Eyni izahda Əmrah Əmircanlı. Və korner. Sabit Bayramov özünü təklif edirdi. İdarədə idi top. Akşin Qurbanlı Spartak oyuncuları. Sürmələrlə top müdafiədən çıxarmaq istəyirlər. Buna qismən nail oldular. Salman Cəfərov. Hacı Rüstəmov. Tək toxunuşlu ötürmə. Divar pası idi bu. Əmrah və korner. Köşdən zərbə Spartak adına. Yerinə yetirilirdi. Topunda səhvə yol verdilər. Güvən. 2 dəqiqə əhatəsindən topu çıxarmaq istəyir. Güvən. Qayda pozulub.
Hesab 2-1'də Bakı. 2-1 hesabı önündədir Spartak önündə. Bir qədər əvvəl məsələ bu nöqtədə, buna yaxın bir nöqtədə Elçin Zeynalov Bakını hesab görə keçirmişdi. Topun arxasında yenidən Elçin Zeynalovun odu özüdür. Bu səfər necə dəyərləndirəcək? Orada Kamillə aralarında bir məşvərət getdi. İşarə gəldi Zeynalov. Bu ürək tapışına bənzəyir. Kamil zərbə. Xəyal Bayramov yerindədir. Out. Cavid buraxdı. Güvən. Hacı. Salman Cəfərov. Riyadlı oynadı Hənifəyev. Yaxşı Qurbanlı toxuna bilmədi Hacı. Spartak yarımçıq qalan əmrləri tamamlamaq istəyir. Out. Haşim ayaq saxladı Hacı. Kör nöqtə idi. Rəqmən zərbə indirdi. Orada bir dəqiqəlik təyəmat. Sizə təyəmat götürən tərəf. Bu səfər Bakı komandasıdır. Bundan sonraki qarşılaşma isə Lənkəran və Penya Baku arasında oynanılacaq. Bunu da xatırlatmasını edək. Bu da günün maraqlı qarşılaşmalarından biridir. Sumqayıt və Penya Baku komandalarının üzəyə görəcəyi bir qədər sonra. Bu arada bir vurğu dedim, Bakı Premier Liqanın ötən mövsümünün çempionudur. Spartak Bakı isə turnirə sonradan Elba Farm əvəzinə qatılmışdı. Kamil Mahmudov, Fərrux. Heydər Carayev. Yəqanla doğru ötürməkdir. Salman Cəfərov rəqibinə yayılır topunda qaldığı üçün. Refer davam dedi. Salman! Fərrux Əliyev yerindədir. Heydər, Salman. Akşinlə oynadı, Akşin Qurbanlı. Akşin. Vara baxılacaq. Referi vara baxdı, amma qərarın üzərində durdu. Əlli oyun deyə qeydə almadım.
out. Hazır Rüstəmov. Akşin Qurbanlı. Akşin 2 nəfərin ötəsində topu çıxardı Qurbanlı. Uzaqlaşdırma həmləsi idi. Kamil Mahmudov. Tək toxunuşlu ötürmə, orada güvən önü almaq istədi idi, rəqibini qabaqladı. Riyad Ənifəyev. Son müdaxilə Kamildən. Out. Zeynalov diaqonala doğru ötürmə. Kamil Mahmudov. Güvən hazır deyildi bu ötürmə. Akşin Qurbanlı əksəmlə başladı. Akşin bir qədər elədi. Güvəndən yayma bacardı. Qurbanlı xəttin üzərində saxladı. Salman! Cəfərov. Qapının üzərindən vurur. Dəyərləndirə bilmədi. Əmrah Emircanlı. Riyad. Salman. Hacı Rüstəmov. Son müdaxilə Kamildə. Heydər Qarayev. Hacı ilə oynadı. Salman. Elçin Zeynalov rəqibini təqib edir. Salman. Acım. Akşin aşırtma zərbə. Açını başı üzərinə top atmaq istədim, alınmadı. Güvən diaqonala doğru ötürmə. İndirilən zərbə Cavid Bayramov. İkinci nişan aldı altılığa. Sancır topu 3-1. Bakı fərqi bir qədər artırır. Bakı 3, Spartak 1. Riyad Ənifəyev yayma bacardı rəqibinə. Cavid Bayramov onun qarşısını kəsir. Bakının yenəmləsi başlaya bilər. Fərid bir qədər ayaq saxladı. Cavid Bayramov son qolun müəllifi. Fərid toxuna bilmədi, amma qapısını çaşdırmağı bacardı. Korner. Cavid Bayramov. Elçin Zeynalov xəyal yerindədir. Təkrar həmlə. Hüseyin Abbas dəyərləndirə bilmədi. Texniki zonadan gəldi. Nədən daxil olar olmaz. Artıq bir epizod yaradır özü üçün. Uzun müddət sonra biz Hüseyin Abbası meydanda görürük. Elçin Zeynalov. Etiraz var idi. Ədalət təmsil davam dedi. Xəyal Bayramov. Salman. Salman Cəfərov. Fərid. Qapıdan zərbə. Salman. Hacı ilə oynadı. Akşin Qurbanlı. Salman Cəfərov.
birinci hətacı ilə oynadı. Rüstəmov. Riyad Ənifəyev orada Kamil rəqibini qabaqlamaq istədi. Out. Hacı. Heydər, Salman Cəfərov. Riyad Ənifəyev. Elçin. Yarma bacardı rəqibindən. Elçin Zeynalov. Erciyatda bir komanda yolaşı var. Hüseyin Abbas. Çevirə bilmədi. Ədalət təmsil bu episodlarda qarşılaşmanı bitirdi. Maraqlı mübarizə izlədik. Bakı 3-1 hesab ilə Spartakı məğlub edir. Bu gözəl oyuncular kimi təşəkkür edirəm. Növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.